Turnir cədvəlində 29 xalla 9-cu sırada qərarlaşan İmişli üçün mövsümü uğurlu saymaq olar. Debutant geridə qalan 29 oyunun 6-sında qalib gəlib, 11-də heç-heçə edib, 12-sində isə uduzub. Ən yaxın izləyicisi Kəpəzi 8 xal qabaqlayan pələnglər qalan 4 görüşdə də əlverişli nəticələr qazanaraq cari futbol ilini major notlarla bitirməyi düşünür. Məşqlərini Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirən kollektivin çalışdırıcısı Jorj Kaşqilya mövsümün qalan hissəsi haqqında fikirlərini bölüşüb. Məqsədimizə çatsaq da hələ ki riyazi olaraq elitada qalmağı təmin etməmişik. Ona görə də diqqətli olmalıyıq. Araz Naxçıvanla oyunda xal və ya xallar qazanmaq üçün mübarizə aparacağıq. İstədiyimiz nəticəni əldə etsək, qalan 3 oyunda heyətdə rotasiyalar edə bilərik. Ümumi baxsaq, hər oyuna xüsusi hazırlaşırıq. Portuqaliyalı mütəxəssis hələ də evdə qələbə qazana bilməmələri ilə bağlı suala bu cür cavab verib. Biz əslində evdə qələbə qazanmışıq. Bu, Sumqayıtı minimal hesabla məğlub etdiyimiz oyundur. Lakin həmin görüşdə texniki məğlubiyyət aldıq. Əlbəttə, doğma meydanda qalib gəlmək istəyirik. Bir çox oyunda buna yaxın olmuşuq. Əsas istəyimiz komandanın minimum məqsədinə çatmasıdır. İmişlinin kapitanı Azər Salahlı Araz Naxçıvana qarşı görüşdə komandanın şanslarını dəyərləndirib. Araz Naxçıvanla bizə oyun gözləyir. Düşünürəm ki, çətin oyun alınacaq. Çünki Araz Naxçıvanın da Avrokubok şansları hələ də davam eləyir. Bizim də hələ yerimiz garanti deyil. Bunun üçün maksimum nəticə üçün meydana çıxacaq. Qeyd edək ki, Araz Naxçıvan İmişli maçı mayın 2-si saat 18:30-da Sokar Polimer Arenada baş tutacaq.